Salam millət, davam edirik deneme 17 ilə Puza test bankından. Deməli, ilk sualımız sadə adi hesablamalarda hesablayaq. 2-nin üzərinə 1 gələndə 3, 3-dən 3 çıxanda 0, buradan qalır bir dənə -5 vurulsun. -2-nin kvadratı 4, çıxılsın nəyin üzərində 0 görürsə görün, onun cavabı 1-dir. -5 vurulsun 3-də verər bizə -15-i. B variantı. 47-də nə görürük? Bu AB qapalı ədədin açılışıdır. Yəni AB-nin yerinə yazacağıq 10A üzərinə gəlsin B bölünsün 2. Üzərinə gəlsin 41 bərabərdir. BA-nın da yerinə 10B üzərinə gəlsin A formasında. Bütün sıranı 2-yə vuraq, kəsirdə qalmasın. 10A üzərinə gəlsin B. Üzərinə gəlsin 82 bərabərdir. 20B üzərinə gəl 2A. A-nı B-ni sola yıxsaq, 10A-dan 2A-sı gedər 8A. 20B də bu tərəfə gəlsin, çıxılsın 19B. Bərabər -82. Belə bir ifadə olunur. A çıx B-ni də gətir başaya yazsaq. A çıx B bərabər -2 demişdi deyəsən. Bəli. A-nı istəyirsə gəlin B-ləri aradan aparaq. Neyniyərik? Aşağı sıranı 19-a vurarıq. Yuxarı sıramız olsun 8A çıxılsın 19B bərabər -82. Aşağı sıramız 19A çıxılsın 19B bərabərdir -38. Eynidir deyə bu B-lərimiz tərəf-tərəfə çıxmaq lazımdır ki, getsin. 8-dən 19 çıxanda -11A, -82-nin də üstünə 38 gəlsək, o da eləməlidir -44. A-mız buradan çıxır 4. Birbaşa A-ya ulaşdıq. Necə deyərlər? Y variantı. Keçək 48-ə. Buradan gərək varmı? Eyni məxrəcə falan gətirməyə. Bunu birincisi açsaq, nə olur? 4 üstə 4-də 1, çıx 3, üzərinə gəlsin 6-da 1. Aşağıda 5 üzərinə gəlsin 8-də 1, çıx 6-da 1. 4-dən 3 çıxanda sürətimiz olacaq 1, üzərinə gəlsin 4-də 1, üzərinə gəl 6-da 1. Aşağıda da olur 5, üzərinə gəlsin 8-də 1, çıx 6-da 1. Məcbur eyni məxrəcə gətirək. 6, 4, 12'ye gəlsin. 12 üzərinə gəlinsin 3, üzərinə gəlsin 2. Aşağını da 8, 6, 24'e gətirək bunu. 24'e gəlsə 5'i vursaq 24'e 120. Üzərinə gəlinsin 3, çıxılsın 4. Elədir. Bunu da hesablasaq 15 üstə 2, 17 bölü 12'ye vurulsun tərsi 24 yuxarıya. 3-dən 4 -1, 120-dən 1 gedir 119. Belə xoş rəqəmlərə oxşamadı, amma yəqin ki, ixtisar var. 17-ni neçəyə vursaq 19 olar. Bir fikirləşək. 7-yə vursaq olur elə bil ki. 7, 7, 49, 4, 119 verir. 7 dəfə imiş içində. Son cavabımız da olar 7-də 2. B variantı. Gəldik 49-a. X çıxılsın Y-in yerinə T yazmazdan əvvəl birincisi bunları eyni məxrəcə gətirək. Bir formula görək. Y kvadrat çıx X kvadrat. Bölməni də yenə vurma yazıram birbaşa. X, Y yuxarıya, Y plus X aşağıya. X, Y-lərimiz gedir. Y minus X vurulsun Y plus X kimi müxtəsərə görə çarpanlarını ayırsaq. Aşağıdakı bu Y plus X-larda bir ixtisar geçsin. Sonda qalır Y minus X. Bu sənə X minus Y veribsə, əksini istəyirsə onda olur -T. B variantı. 50'də də yine çarpanları ayırmaya görə bunu parçalasaq A minus 2B vurulsun A plus 2B bərabərdir 48'e. A minus 2B'nin cavabı var axı 6. Gətirib bunun yerinə 6 yerləşdirsək 6'nı nəyə vuranda 48 edir 8'e. Onda bir də təzədən bunu sistem təlini kimi düzürük. Çıxması 6'dır. Toplaması 8'dir. Sistemdən tərəf-tərəfə toplayanda B'lər geçsin 2A 14, A'sı 7. A'nın da yerinə 7 qoysaq, 7 çıxılsın 2B bərabər 6'ya, 2B bərabər 1'ə, B'miz də olsun 2'də 1. A'sı da B'si də tapıldı. Deyir ki bizə A'nı B'ye böl. Yəni 7 bölünsün 2'də 1, o da tərsinə çevrilər, olar 14. Y variantı. 51'ə keçid aldıq. Nə verib, nə istəyir? Burada 3'ü də pillə-pillə bir-birinə vurulacaq. Olacaq 2'nin üzəri 0. Burada da eyni məntiqlə. Bunu heç hesablamıram. Neysə, mötərizənin üstü 0. Hər bir şeyin üstü 0, 1'dir. 1 bölü 1'də 1. Bu mötərizən üçün maraqlı deyil bizə. Y variantı.
Yəni qısa triklərdir ki, imtahanda sizə vaxt qazandırsın. 52-nin də bir yolu var. Zincirləmə köklər deyirik də buna. Kökün altında toplanıb sonsuza qədər gedirsə 56-nı hasil kimi yazırıq. Ardıcılı 7 vur 8 kimi. Toplana gedirsə böyüyü götürürük. Çıxla gedirsə kiçiyi. Burada da dərəcəni 1 vahid azaltmaqdır qaydası əslində. 64-ü azaldırsan 3-cü dərəcə kimi baxırsan. 3-cü dərəcədən də 64-dən nə çıxır? 4. Əslində dairəyə də ala bilərik. Uzatmıram. 8-də 4-ə böləndə 2. D variantı. Sonra gələk. X-i istəyirsə yuxarı sıranı 2-yə vuralım da. 2, y-lər geçsin deyə. Məntiqin məqsədimiz budur. Tərəf-tərəfə çıxanda y-lər eynidə gedər. Qalar 2 bölü x. Çıx 1 bölü x bərabərdir. 2 bölü 8 çıxılsın 1 bölü 2. Buradan da x da 1 bərabərdir. Birinci ixtisar gedir. 4-ə gətirsək, bura olur 2. 1-dən 2 çıxanda mənfi 1. X da bərabər mənfi 4. Uzun ömür, can sağlığı. 54. Neyiniyək, nə iş görək? Oran-orantı kimi baxaq da. A-ya 2K, B-yə 3K verdik. Sonra bu tənlikdə nəzər alsaq. 3K çıx 2K bərabər 17. K-sı çıxsın 17. Sonra A-da B-də yerinə qoysaq 2 vur 17, 34, 3 vur 17, 51. Toplamı da 34 üzərinə gəlsin 51, versin 85. Bu da belə A variantı. Loqaritma görməyəsiz, qüvvətə baxaq. Buradan 5 üzəri x ortaq vuruq çıxarsaq, 35-in yerinə 7 vur 5 yaza bilirik axı. 7 üzəri x minus 1, aşağıda da eyni şey var, 7 üzəri x minus 1. Bunlar ixtisar gedir. Bərabər 625-də 5 üzəri 4. 5 üzəri x bərabərdir 5 üzəri 4-dən də x bərabər 4 çıxar. Getdikcə çətin test banklar gördükcə pozasiya çox asan gələcək, belə su kimi işləyəsiniz. Hissə çıxardıq. 3-cü dərəcədən mənfi 8-dən çıxır mənfi 2. 18-dən 2 çıxanda olur 16. 7 üstə gəlsin 4-cü dərəcə 16 düşünürük. 4-cü dərəcə 16-dan 2 çıxar. 7 üzərinə gəlsin 2, 9. Oradan da versin 3. C variantı. 58-ə gedək. Vergül atma. Buradan vergül silsək, bura 0 gəlir. Vergül silsək, 2-dən 0 gəlir. 23-ə bölsək, burada 10 qalır. 23-ə bölsək, 1, 0, 1. 75-ə bölək 100. 75-ə bölsək, 1, 0, 1. Bunu da neyiniyək? Vergülünü ayırıb toplayaq da. 101-i 10-a böləndə 10.1. Üzərinə gəlsin 101-i 100-ə böləndə 1 tam 0, 1 formasında. Simmetrik toplayırıq. 1, 1, 1, 1. 11, 11. D variantı. 59. Sıranın cəmi, yenə formulamız SN bərabərdir. Birinci, üzərinə gəlsin axırıncı, bölünsün 2, vurulsun say. Say da bərabərdir. Axırıncı çıx birinci, bölünsün aradakı fərq. Bunlar neçə gedir? 7, 7. Böl 7, üstə gəlsin 1. 84-dən 21-in çıxsaq qalır 63. 63-ü 7-yə bölək 9 üstə 1 gəndə 10 dənə ədəd var imiş bu sırada. Ondan da 2 ixtisar geçsin 5. 21-in üstə 84 gələk 5. 105 eləyir. 105 də vuraq 5-ə. 25 buradan 525. A variantı. Sonra 2 dənə kökün cəmi 0-dırsa mütləq bunların ayrı-ayrılıqda 0 olmalıdır. Başqa bir versiyanız yoxdur. Ayrı-ayrı 0 eləyirik. Bunu da, bunu da. Köklərin cəmi hasili 0 olanda, modulların cəmi hasili 0 olanda və cüt dərəcədə mötərizə kvadratı. Buradan aşağıdan elə B-si 2 görünür. Yuxarıda gətirib B-ni yerinə 2 qoysaq, A çıx 4 üzərinə gəlsin 1 bərabər 0-dan, A-sı da çıxar 3. A ilə B-nin toplamını istəyir. 3 plus 2 versin 5. Y variantı. 61. Neyiniyək, nə iş görək? Buradan nə x'lər, nə y-lər eyni şey deyil. Aşağını 3-ə vuraq, y-i eyniləşdirək heç olmasa. 2x üzərinə gəlsin 3y bərabər 13-ə. 9x çıxılsın 3y bərabərdir 9-a. Sürüşdürək bu tərəfə. Bunu da tərəf-tərəfə toplasaq elə y-lərimiz gedir. 11x bərabər 22-dən x-i 2 gördük. X-in də yerinə gətirib aşağıda 2 yazsaq, aşağıda dediyim yuxarıda 6 çıxılsın y bərabər 3-dən, y-i də göstəririk 3. Bunların da hasili bizə versin 2 vurulsun 3, 6. Y variantı.
Gedək 62. Modulların cəmi birincisi ortaq vuruq çıxardıq. Buradan kökləri yerinə qoyub da yoxlaya bilərsiniz, amma kəsirdə qalacaq sanki. Birincisini saxlayırıq olduğu kimi. Bəzən qiymət qoymaq belə yorur məni. 6 ilə 4-dən ortaq 2-ni götürə bilərik. Qalır 3x plus 2 bərabərdə 12. Modulların içi eynidirsə əmsallarını toplaya bilərik. Burada heç yoxsa bir dənə bu moduldan var. Bir dənə modul üstə gəlsin 2 dənə modul. Yəni 3 dənə eyni modul deməkdir bu. Bərabər 12-yə hər tərəfi 3-ə bölsək 3x plus 2 bərabərdir 4-ə və moduldan həmişə 2 dənə kök çıxır. Bunu açaq. Biri müsbəti ilə, biri mənfisi ilə götürəcəyik. 3x plus 2 bərabər 4-ə, 3x plus 2 bərabər mənfi 4-ə. 3x bərabər 2, buradan x çıxdı 2 bölü 3. Buna görə kəsirli cavablar gördüm deyə yoxlamaq istəmədim. Qanuni yolla gedək. 3x bərabər mənfi 6, x də bərabər mənfi 2. Mənfi 2 ilə 3-də 2 A variantı. Yerinə kəsir qoyub bir-bir hesablamaq daha uzun dərədir. Düşünürəm ki. 63-ə gələk. 2 dənə tərs funksiyamız var. Lap yaxşı. F6 istəyir. Birincisi bunun için çölün yerini dəyişdirə bilərsiniz. F1 bərabərdir 3 yazaq və F4 bərabərdir 9 yazaq. Hər iki halı AX plus B'də yerinə qoysaq. Yəni X-in yerine birinci 1 qoyun, sonra 4 qoyun. 1 qoysaq onda olar A plus B bərabər 3. 4 qoysaq 4A plus B bərabər 9. Bildiyimiz sistem tənlikdə tərəf-tərəfə çıxaq. 3A bərabər aşağıdan yuxarıya doğru çıxıram 6. A'sı 2. A'nın yerinə 2 qoysaq burada B'si olar 1. A'sı B'si tapıldı. Onda funksiyanı, baxın bu funksiyanı təzədən yazmaq lazımdır. Funksiyamızı təzədən qursaq fx bərabərdir 2x plus 1. Bizə də F6 istədiyinə görə gətirib x-ların yerinə 6 qoyuruq. 12 plus 1 də verir 13. D variantı. Trigonometriya getdi. Bu adi paraboladır. Bunu yaza bilərik. Birincisi biz buradan 2 dənə kök görürüksə bunlar bizə x1, x2-ni göstərir. Yəni bizim x1 kökümüz A-dır, x2 kökümüz də B-dir. Və viyetə görə gətirib buradan hesablama olar. AB uzatmadan gəlin elə viyetdən tapaq da hər bildiyimizi. Nə yaza bilərik? Hasili 5, cəmi 6, 1 ilə 5 deyil bu köklər. Şurada gətir yerləşdir. A'sı 1, B'si də 5. Toplama 6. Y variantı. Sadə sualıydı. Trigo, limit, logaritma, törəmə. İntegral matris. Geldik 75'e. İkizkenar yamuk tanjant BCD'ni istəyir. Bu bucağın tanjantını tapmazdan əvvəl bu bucağı istəyir bizim. Kənarlardan bir hündürlük çıxardaq ki, dik üçgən yaransın. 4 köçdü qabağa və ikizkenar üçgəndə həmişə bu kənar hissələr eyni olur. Yəni DM nə deyək? DM ilə nə isə eyni şeydir. 20-dən 4'ü gedir. Ümumi məsafəniz 20 idi axı. 20-dən 4'ü gedir 16. 2 yerə bölsək 8 və Pifagordan istəyir soldan, istəyir sağdan Pifagor edin. 18, bu olur 6. Pifagorumuz bu. Hündürlüyü 6 tapdıq. Və bu alfa bucağı deyək də. Tanjant alfadan necə tapılır? Qarşı katetin, yəni 6'nın hipotenuz bitişik katete nisbət. Hipotenuz nə idi? 8'ə nisbət. İxtisar gedər, qalar 3'ün 4'ə. C variantı. Sonra biz bilirik ki, bu üçünün cəmi bizə verməlidir 360 dərəcə. 4'dən olanda 540 idi. X də bərabərdir 360'dan çıxaq bu ikisinin cəmini, yəni 260'ı qalsın yerdə 100 dərəcə. D variantı. 77. 2 dənə düz xətt bir-birinə perpendikulyardırsa, qaydamız belə idi ki, K1 vurulsun K2 bərabərdir mənfi 1'ə. Yəni bunların slopları, bucaq əmsalları mənfi 1 olmalıdır. Buradan əvvəlcə Y tapaq. Yuxarıdakindən Y tapsaq, AY bərabərdir 2A çıxılsın, 2x yazarsan, hər tərəfi də A'ya bölsək Y bərabərdir A çıxılsın, 2 bölünsün A, yanında x qalır. İkinci düz xəttdə də buna uyğun düzsək, 3Y bərabərdir 6 çıxılsın 2x, hər tərəfi də 3'ə bölsək, 2 çıxılsın, 2 bölünsün 3x. Biz bucaq əmsalı deyəndə həmişə x-in yanındakını nəzərdə tuturuq. Onda gətirib bunlar bir-birinə vuranda mənfi 1 eləməlidir. Yazaq, mənfi 2 bölünsün A vurulsun, mənfi 2 bölünsün 3 bərabərdir mənfi 1'ə. Bu da nə eləyir? 4 bölünsün 3 A bərabər mənfi 1.
3A bərabər -4-dən A-mız da olar -4/3. Yəqin ki, A-nı istəyir. Bəli, A-nı istəyirmiş. -4/3-də B variantında görünür. 78. İkizkenar üçgən və yamuk. Birincisi nə etmək olar? Alan istəyir. Lap yaxşı. Buradan bir qarşıya hündürlük gətirək. Bu hündürlük həm də bizim bu üçgənimizin hündürlüyünə eyni şey olacaq. Bu 3 qarşıya köçsə bura 3 olur. Və 5-i də bura gətirsək, Pifagordan tapılar da hündürlük olaraq buranın 5 olduğunu görürük. Heç Pifagor getməyə ehtiyac yoxdur. Burada bir düzbucaqlı yaranır deyim, M nöqtəsi deyim. YM ilə N də bura deyil. N isə eyni şeydir. 3 qarşıya köçür və ikizkenar üçgəndə təpədən gələn bu parça həm hündürlükdür, həm mediandır, həm təmböləndir. Onda median dediyimizə görə burada gətirib 3 yaza bilərik. MB eyni şeydir. Bizdən də A, B, C tapsam inşallah. Ümumi trapesiyanın sahəsini istəyir. Trapesiya olaraq da baxın bunu görək. Bu trapesiyanın sahəsi üçün də S bərabərdə oturacaqların cəmi. Yuxarı oturacağımız 6, üstə gəlsin aşağı oturacağımız bütövlükdə 9, bölünsün 2, vurulsun hündürlüyümüzdə 5. Bu da nə edir? 15 vur 5, 75/2. İxtisarda getmir. Belə qalır. C variantı. Çevrə sualımız. Nədir? Nə istəyir? Biz nə iş görə bilərik? Birincisi, buradakı üçgəndə bir xarici bucaq var. Bu 80 dərəcə 20-nin və B bucağının cəmindən əmələ gəlir. Yəni, bura bir 60 yaza bilərik. Toplamı 80 versin deyə. Bizdən isə ACD bucağını istəyir. Baxaq, haradadır bu ACD. Bu istədiyi bucaq eyni qövsə söykənir. Hansı eyni qövsə? 60 dərəcənin söykəndiyi qövs 120 dərəcədirsə, 120-yə baxan daxilə çəkilmiş bucağımız deyil, 60 dərəcədir. Bu da A variantı. Keçək 80-ə keçmək. Konus sizə düşmür. İstəyirsiniz yazaq rahatdır. 3-də 1 oturacaq H. Bunu burada saxlayaq millət. Növbəti sınaqda görüşərik. Sağ olun. Özünüzə yaxşı baxın.